20 aprel 9-cu sinif buraxılışının dil qayda suallarına baxaq. 27-ci sual hansı sadə cümlədir? Bu sualları biz Telegram kanalımızda paylaşmışdıq. İndi həmin sualların izahına baxaq. Sadə və mürəkkəb cümlələrin fərqi bu idi ki, sadə cümlələr bir qrammatik əsasdan, mürəkkəb cümlələr isə iki və daha artıq qrammatik əsasdan, yəni baş üzvlərdən ibarətdir. İndi baxaq bu cümlələr içərisində sadə cümlə hansıdır? A bəndi. Külək getdikcə güclənir və yağış dayanmadan yağırdı. Nə edir? Güclənir. Nə? Külək. Nə edir? Yağırdı. Nə? Yağış. Demək, hər iki cümlənin öz baş üzvləri olduğu üçün bu cümlə mürəkkəb cümlədir. Amma bizə lazım sadə cümlə. Soruşdum, cavab vermədi. Kim soruşdu? Mən. Kim cavab vermədi? O. Deməli, bu cümlənin də hər cümlənin öz qrammatik əsası var, hər cümlənin öz mübtədası var. Ona görə bu da mürəkkəb cümlədir. Ətrafa baxdım, heç kəs görünmür. Nə etdim? Baxdım. Kim? Mən. Nə edirdi? Görünmürdü. Kim? Heç kəs. Yenə də bu cümlələrdə də hər cümlənin öz mübtədası olduğu üçün yenə də mürəkkəb cümlədir. Külək güclənir, limandakı gəmilər yırğalanırdı. Nə edir? Güclənir. Nə güclənir? Külək. Bu bir cümlə. Nə edir? Yırğalanırdı. Nə? Gəmilər. Bu da ikinci cümlə. Bu da yenə mürəkkəb cümlədir. Qayıdaq bir bəndinə. Gülnar həyəti süpürdü. Nə etdi? Süpürdü. Kim? Gülnar. Nə etdi? Samavara ot saldı. Deməli, bu cümlənin bir mübtədası var və həmcins xəbərlər olduğu üçün B bəndi sadə cümlədir.